Xoş gəlmisən Tərlan. Çox sağ ol. Xoş gördük. Üzbəyüzün Axırıncı mənə də vaxt hə, aldı. üzbəyüz, hə, müzakirə. Tək baş-başa qaldıq, üzbəyüz qaldıq axır ki. Bugünkü mövzumuz nədir? Mövzu yoxdur və son 2 YouTube videolarımız daha çox komment cəlb elədi və digər Instagram, TikTok platformalarında kommentlər gəldi. Dedik ki, bir oturaq bu kommentləri oxuyaq, müzakirə eləyək. Görək ki, bizim insanlardakı bu sevgi hardandır? Belə deyək, aqressiv komment, dırnaqarası sevgi hardandır? Bax, mən başladım əslində YouTube-dan. Bu ilk oxuyacağım komment. Ardıcıllıq eyni gəlib, sənin telefonda da eynidir. Yəni bax, ilk komment budur. Həli. Hələ. Bir dənə mən bunu palyota atım ki, bizə mane olmasınlar. Deyir, bəy sözünü deməsəniz, heç bir ölkədə dəvət edilən qonağa bəy olaraq demirlər, nə də xanımlara. Sadəcə siz olaraq söyləsəniz kifayət edər düşünürəm. Yəni adını söyləyib siz olaraq deyə bilərdiniz. Bilirsən nədir? Yəni ki, bir şey tapmadım yazmağa, qoy bunu yazım da başa düşdüm. Fatibdir. Yəni yazma da qardaş. Yəni bəy də deyirik, müəllim də deyirik. İndi öz aramızda ola bilər, söhbət edirik ki, müəllim düzgündür, bəy yaxşıdır. müəllim sözünün düzgün olmamağı mən qəbul edirəm. Doğrudan da müəllim deyil. Müəllim bir kimsə sənəsə öyrət, sonra o sözə layiq ol. Müəllimə nə deyir onda, hə? Hə, yəni o baxımdan qəbul edirəm, amma bəydir də, yəni bu bir qoşqu olmağın nəyi pisdir ki, yəni bəy, falan kəs bəy. Yəni dillə bağlı başqa iradlar var orada. Onların bir amma olan hissəsini əsasda qəbul söhbəti edirəm. deyir. Qardaş dedin, niyə qardaşdın? Brat niyə dedin? Abi niyə dedin? Axırda bəy qaldı da indi heç olmasa. Düzdür, yəni də adı ilə müraciət məsələsində razıyam, amma bu iradlıq bir məsələ deyil məncə qəti surətdə. Bu Orxan Şahbazın videosunda şey deyir. Özü mənə çox ləzzət eləmişdi belə. Orxan Şahbaz belə giriş elədi, xoş gördük bəylə. Çox simpatik görsən axı, nə var ki burada? Yəni bunun nəyini bəyənməyə bilərsən? 3 kadr işləyirik bu dəfə görsən. Qəşəng görsən. Türk yazıb, böyle yahşi sohbetler Türkiye'de olmuyor ya da çok az oluyor. İlk defa dinliyorum sizi. Yolunuz açık olsun. Türkiye'den selamlar. Seviyoruz sizi. Biz de seviyoruz. Yani biz de seviyoruz böyle komentleri. Əla olub. Biri yazıb ortadakı qaqaş çox səmiyyətsiz gəlir. Ortadakı mənəm. Montajda mən ortadayam. Yadımda olsun, sağdakı qaqaş sənəm bir şey. Ortadakı mənəm. Soldakı da qonaq olur da. Yazıb çox səmiyyətsiz gəlir. Düz deyir, biraz var biraz. Yəqin mənə kimsə yaxından tanıyır da. Birbaşa bilib ki, səmiyyətsiz. Yox, səmiyyətsiz deyəndə ki, biz o qonaqları zarafatsız da birinci dəfə görürük məsələn. Bunu bax, insana başına elə bilir ki, biz Orxan Şahbazla belə şeydə gündə bizim maksimum səmiyyətimiz 15 dəqiqə, 20 dəqiqə əvvəl olur. O da mən gecikdiyimə görə məndə vəbşə alınmır. Sən bir 15 dəqiqə əvvəl səmiyyət qura bilirsən. Amma 15 dəqiqəyə səmiyyət onu tələb eləmir ki, bəy dedim deyə, Orxan deyə məsələn. Olmur da, o bariyeri birdən-birə qıra bilmirik. Hələ indi Orxan Şahbaz bizlə yaşıd olan insandır. Bir də məsəl üçün bundan əvvəlki qonağımız Müşfiq bəy. Müşfiq bəyə mən yəni Müşfiq bəy deyirəm, o özü belə asıda. Yəni Müşfiq müəllim deməli. Yəqin oraya heç o kommenti yazmazdı. Ora o komment yox idi, amma məsəl üçün də yəni. Yenə demək istəyirəm ki, biz verilişdən 15 dəqiqə əvvəl görürük də maksimum həmin adamları. Yəni biz səmimi ola bilmirik. Maksimum dərəcədə burada da düzdür. Nə qədər danışsaq da o verilişdə də biraz o kamera var, o var, bu var. Yəni ki, biz ikimiz onda daha rahatıq. Hə, o adamla o qədər rahat deyilik. Düzdür. 21-ci əsrdə yaşayırıq. Dövlət insanların həyatında harda durur? Yoxsa bas-boş, yəqin başı-boş deməkdir, danışmaq nəyə lazımdır? Hə, boş-boş nəyə danışmaq nəyə lazımdır? Dövləti nəzərə almadan danışmaq. Qrammatikalı bir şeydir. O da belə bir şey olmuş da. Orxan Şahbaza yazıblar ki, sən niyə şey eləmirsən də, bu dövlətdə olan haqsızlığa doğru. Deyib, mənim işim o deyil axı da, məsələn də budur işim, məsəl üçün bu şeylərdir. Səni qane eləmirsən də. Yox, deyib şey də, sən yaz da, o da yazır, mən niyə yazıram? Deyir, onu mən niyə danışıram? Deyir, onu mən niyə danışıram, qardaş? Məsəl üçün də, yəni. Bax, mən deyirəm ki, sənə, bunu mən dünənləri skrin eləmişəm, bir gün əvvəl yazılıb. Mən əmin edirəm, baxmayaraq ki, yarım aydan çox keçib bu podkastın üstünə. Qardaş oturub podkasta qulaq asmayıb. Qulaq asmırsa da tam qulaq asmayıb. Tam qulaq assa öz-özünə bir sual verər ki, məncə, yəni burada dövlətlə bağlı nə danışdın bu kişi? Bu kişiyə dövlətlə bağlı nə sual verir ki, nə danışdın? Tam qulaq asmaq nədir? O şeydə Çənə podkastında İdris
Aha. Hə. O bir dənə Cəfərov, hə, bir dənə söhbət gedirdi orada. Düzdür, hamımız onu paylaşdıq da. Birinci şey teaser elə bir ki o idi. Saat 8-də niyə durmayım? Mən xiyardan. Orada söhbət özü də video paylaşdı. Prosta indi söhbətin məğzuna uyğun deyirəm ki, yəni deyir orada ki, qardaşım bütün verilişə bax ondan sonra mənə danla da. Yəni ki, orada trailer, teaserdə başa düşdün. Hər komment yazan adama demək istədiyim söz. Highlightsları yığıblar dal-dala, başa düşdün. Söhbət oradan ondan getmirdi. Prosta bu adam deyir ki, işimiz gücümü qurmuşam. Yes. Sən də bunu elə. Mən də qıraqdan baxım, sevinim. Məsəl üçün, söhbət də lap ora da getmir. Yəni bir verilişə bax ondan sonra qənaətə gəl. O kommentləri yazan adamlar inandırım sən ki 15 sənədən artıq heç baxmamışdılar da. Yəni. Buradan üst tuturam bizi izləyənlərə. Bizim Instagramda, TikTokda paylaşdığımız videolar sırf YouTube'a keçid üçündür. Yəni bu onun üçün deyil ki, o reeldan nəticə çıxardasan ki, biz nə deyirik. Bizim nə deməyimizi istəyən varsa, YouTube'dan girib rahat baxa bilər ki, bizim qonağımızın sözünün məğzi nədir, bizim sözümüz nədir. Yəni bu qədər. Ya da lüboy bir temada odur da. Yəni mən özüm bir şey mənim bilirsən mən şuurlu şəkildə başa düşürəm ki, kimsə hər hansı bir highlight'ı paylaşıbsa, bu məni YouTube'a dartmaq üçündür. Mən də onu başa düşüb ya swipe eləyirəm, ya da görəm o nə bomba danışdı. Keçin baxım da məsəl üçün. Keçib baxanda başa düşdüm ki, veriliş məsəl üçün maraqlıdır oradan da. Həmin yeri mən spoiler xoşlayıram. Məsələn, həmin yeri axtarmağa çalışıram dajı. Sən girib orada mənfi komment yazmıram da. Bu sözünə görə gələ insan mənfiyə meyilli olmasın. Yəni burada qoy ABO bastırsınlar, amma insan gələ şuurlu olsun da. Hə də, yəni də bir də pərdələri qorumaq lazımdır məncə. Bu etik normalları qorumaq lazımdır. Yaxşı söhbət var ki, sən bunu mənim üzümə deyə bilmirsənsə. Yəni üzbəüz oturan Orxan deyir, yəni ki, üzbəüz oturanda biraz məhəllə söhbətidir, amma üzbəüz oturanda sən bunu mənə deyə bilmirsən. Yox, elə yaxşı söhbətdir məncə. Çünki üzbəüz gələndə deyir, bunu demirlər. İstər-istəməz hər birimizin şəxsiyyəti var və biraz ziddiyyət ordadır ki, şəkil çəkdirib gəlirlər elə səninlə. Hə, bəli. İndi qayıtsaq digər məsələyə. Yəni Müşfiq bəyin podkastındandır. Müşfiq bəylə olan podkastdandır. O sağdakı oğlan sənə deyir. Parket parlet yazıb özdə. Laminat satırdı, yoxsa istipol. Bu bizə hansı videodur? Bilirəm. Sən o istipolla bağlı bucaqdakı müzakirən viral olmuş axı 400 plus. Yarım milyon idi, nə idi? 550. Hə, yarım milyon baxışı var idi. İndi o baxanlardan biridir. Bu videoya da belə şey baxıb, üzdən baxıb. Yəqin elə düşünüb ki, sən parket satırsan ya da laminat satırsan. O videoya da bir dəqiqəlik videoya da tam baxmayıb ki, başa düşsün ki, qarşısındakı orada danışan adam kimdir də. Ya şeydir, orada kommentlər, indi oradan da bir gün oxuyuram kommentlər. Orada kommentlər şey gəlir ki, usta falan şey necə eləyir? Hə, usta. Deyir satırdı yoxsa istipol. Hər nəysə. İndi durub podkastçı olub. Kimin pulu var? Şeylər var, adamlar var idi ki, fotoqrafçı. Deyir amma fotoqraf özü peşə, sniperçi. Podcaster deyirlər. Podkastçı da olar bəlkə də. Deyir kimin pulu var? Otaq kirayə tutub video çəkir. Qaç get paketini sat da. Çıxardıb cibinə pul qoyasan ki, davay ya Allah sən də çək görək. Yəqin Fərhad bəy deyir, otağı kirayə götürür. Bizlidir. Yazıb biri, yəni Müşfiq bəyin podkastında yaxşı filosofsuz, buddist konfessiya olmağınız. O bizim şirkətin laminatları balaca yavaş baxmısan ondan çəkəcəm cəmaət dartmış. Ha valla bu buralıq kommentləri sən bunu bura niyə yazırsan? Tez fark etdin. Orada nəsə bir şeyin varsa ora yaz iradı. Yox, sən podkastı dinləmisənsə, məmnun qalmamısansa, podkastda çatışmayan cəhətdən danış məsəl üçün. Burada bəzi razı olduğum kommentlər var ki, çıxacaq qabağıma mən deyəcəm ki, mən razıyam da. Amma yəni parket satır, lap tutaq ki. Sən deyək ki, heç düz başa düşmüsən. Danışmıyor abi. Tərlan parket satandı. Parketi sata bilir, çıxıb danışa da bilir. Mənə də deyəm sənə söhbət bir gənclik qırışıb parketi sat da burada niyə danışırsan? Yəni burada da deyəm, da imkan verir. Bir parketimi satıb gəlmişəm də. O şey bir dəfə baxırdım, mən baxmısan yoxsa yox. Pərdə kinoların təzə çıxan vaxtlardı, birinci, ikinci pərdə çıxan vaxtlardı. Hə, şeydir, Elvin İbrazat çəkilib də orada hansı ki Talih Üzbəyov, Əli Xanzadə bunların hamısı. Baxmısan, prosta elə belə oturub evdə baxırdı. Ya bu nə kinodur? Mən bundan yaxşısını çəkəm. Bir qapı döyür, Emin Quliyev verdi kofe girir, səhədi qış kofe sənə təhvil verirəm. Bir davay çək. Hamı yığışır, gəl fıdı Fuad şeydədir, kameradadır, hamısı Grimor gəlir ki, nə eləyir bu da? Hə, bu da bir başını itirir də. Sonra şey gəlir ki, o
aktyor gəldi orada Turalı səfər Hə, bu necə oynayır? Bu necə oynayır? O mən o başda İşıqçı gəlir, nə gəlir? Axırda Fuad bir şapalaq qoyur. Yəni da qardaş bu yaxşı da eləyib. O yaxşı çəkiblər bunu doğrudan da. Yəni sən irad bildirmək üçün irad bildirmədən fikrin bu varsa. kofe bundan sonra səndə deyir. Deyir ki, yaxşı filosofsuz, buddist, konfutsi olmağınız gizlədirsiniz. Həqiqət deyirsiniz, nə olduğunu demirsiniz. Bura kimi nəsə başa düşdün? Mən başa düşmədim. İbrahim peyğəmbərə lağ eləmir, məntiq gətirir, cahilləri ayıltmaq üçün səhnə qurur. Bu temada mən yox amma yəni. Aya, günəşə, ulduza inanmayıb, tapınmayıb, onları bu nəyəsə görə skrin eləmişəm, axıra kimi oxumalıyam. Ayıltmaq üçün bu sözləri işlədir. Ona Allahdan buyurulan əmrə göstərilsə əsasən. Yəni bilmədiyiniz şeyləri danışmayın. Xahiş edirəm, cəmaatın düşüncələri azır, doğru. Mən bunu oxuduğuma görə üzr istəyirəm, bəlkə kəsdim montajda. Yəni bu niyə skrin eləmişəm bilmirəm. O şeydə dini alimlər verib onun təhrifini çıxartmaq lazımdır. Ki nə demək istəyir? Bir də qrammatika Azərbaycan dili üzrə mütəxəssis də kömək eləməlidir ki, burada başa şey tam nə deyir. Müşfiq müəllimin söhbətlərində hər dəfə təəssüf etdiyim bir şey var ki, buddizmi səmavi dinlərlə eyni tutması məni çox üzür. Podkastda qulaq asmayıb bu da. O boyda şərq alimləri, filosofları dura-dura davamlı Konfutsiyadan, Buddadan statlar gətirməsi, zaten günümüzdə təəssüf buddizmə, nə bilim, kultur şamanlara rəğbət artıb, gündə bir batil inanc çıxır, əlinizdə Quran kimi bir xəzinə varkən. Bu adam podkasta baxmayıb. Bir də Müşfiq müəllimin kim olduğunu bilmir. Müşfiq müəllim filosofdur, din alimi deyil ilk növbədə. Sadəcə dinlər üzrə son zamanlarda daha çox kommentariya bildirir. Səbəb sənədir. Bu adam Taylandda da olsaydı, Müşfiq müəllimin altına yazdı ki, respekt qardaş. Söhbət odur da. Bu Müşfiq müəllimin podkastlarından davam eləyək. Çox skrin eləməmişəm, səhv eləmirəmsə. Allah razı olsun, amin. Bu qədər baxış az. Hə, bunu nəyə görə? Bu qədər baxış az bəyənmə. Bax, bunu anlamadım. Çox maarifləndirici söhbət idi gənclər üçün. Böyük massa, belə deyək, ucuz kontentə baxır. Belə məlumat dolu, maraqlı kontentlər, maraqlı deməyək də, maarifləndirici kontentlər az baxılır. İndi komment yazdıqca, təbii ki, pozitiv mümkün qədər, nə bilim, like elədikcə, share elədikcə biz də yaylarıq, ümidvarıq ki, dəstəyinizdən asılıyıq. Salam deyir, bir şeyi başa düşə bilmirəm. Müşfiq bəy əgər imanlı insandırsa, niyə? Əgər. Yəni onun əgəri də var bunun üçün. Niyə həmişə Asif atadan hörmətlə danışır? Axı o kafirdir. Allahı inkar edib. Qardaş, birincisi Müşfiq bəyin Asif atam şeydir, ustadıdır, müəllimidir. İkincisi Müşfiq bəy kafir nəyə deyirlər? Bu kafir inançsız adama deyir. Asif atanı mən çox da tanımıram. Bəs səhvən kimsə məsələn xristian olsa o da kafirdir, yox? Yox, yəni dinə görə, İslama görə elə bir şey deyil. Kafir sırf inançsız insana deyilir, ateist, bildiyimiz ateistlər. İndi ola bilər bəlkə də Asif ata ateistdir, amma Asif atanın ateist olmağı ona hörmətsizliyə bilmədiyim şey haqqında danışılmayacaq. Axı, bəli. Yox, mən deyirəm ki, lap tutaq ki, sən də bildin, mən də bildim ki, Asif ata ateistdir. Müşfiq gün ona hörmətsizlik eləməlidir, onunla bağlı olaraq. Bu onun tələbəsidir, ondan öyrənir. Yox, hamıya bir təşəkkür borcumuz olmalıdır da. Bu fərq eləmir kimdir, nədir, nəçidir. Yəni ki, sənə elə bir xeyrim dəyər ki, vəbşə ümumiyyətcə qalarsan, heç yəni bizim buksavat deyərsən də, yəni ki, özünlə mübarizəyə çıxarsan. Yəni düz gəlmir, hamıya bir təşəkkür borcumuz olmalıdır. Bir də yəni nə bilim. Yəni bu kommenti də yəni ona görə skrin elədim. Skrin edicə fikirlər var idi beynimdə ki, nə deyəcəm. Biri yazıb ki, prosta bizim şəhər çox əsəbi şəhərdir. Çox əsəbi şəhərdir. Ümumiyyətcə variant yoxdur. Daha olur ki, maşında belə də başqası səhv eləyir. Sən ondan məsəl qaçırdınsan, ona gücü çatmayacaq, sənə deyəcək. Başa düşdün? Yəni əlinin altında kim varsa ondan çıxacaq əsəbini. Ümumiyyətlə mümkün qədər yollara çıxmamaq lazımdır elə ki. Yox, şəhər əsəbi şəhərdir. Yediyimizdən deyib, bilməm nədən də. O şimdi heç oralardan getmirəm. Yox, bax mən sənə bir şey deyəcəm. Mən bilirsən də işin yanında qalıram da. Mən əsəb məsələsini həll eləmişəm, bilmirəm. Sən görə bilmirsən bunu, çox görüşəmirik elə buradan bura görüşdüyümüzdə. Mənim əvvəlki aqressiyam qalmayıb. Səbəb olaraq təhlil edirəm, nəyə görə? Mənim qaldığım
və işlədiyim binalar belə yanma-yandı. Düşürəm buradan yolu keçirəm. Həmin yolu keçəndə kimsə mənə siqnal verməsə mənim heç bir şansım qalmır. O da indi aşağı şanslı da. Onu da bacardığım qədər məhəlləçi gəlirəm ki. Çünki doğrudan bu tərəfdən gələndə o siqnallar, aqressiya görsən də, dava görsən. İnanırsan o kiçik epizoda dava düşür. Hə, gəlib işə çatandan sonra işdə neqativ bir hadisə yoxsa həmin günüm gül kimi keçir. Amma təbii ki, həyatdır. İşin içində də problemlər olur, konfliktli məsələlər olur, uşaqların həll edə bilmədiyi və yaxud həlli yolunu gördüyüm adam əsəbləşdirir. Depoda yoxdur da başqa əsəb. Necə mən məsələn şəhər işə gedəndə yolun əsəbini gətirmirəm də şəhər işə gedəndə statistikanın qurğunda cırnasam, əsəbləşsəm, bütün günü ola bilər kiməsə onu ötürərəm və yaxud da nə bilim, işdə nəsə olsa gəlib evə. O şimdi yəni belə maksimum dərəcədə sən demiş, variant verməmək lazımdır, amma yenə də əsəbi şəhərdir. Yox, şəhər əsəbidir, mən sənə razıyam. Mən elə buradan nümunə verirəm ki, mən o şəhərə çıxmıram deyə, o əsəbdən uzağam. Hə, yəni adi belə mağazada da görsən, o çeşiddə də görsən, hər bir şeydə görsən ki, nəyəsə özü o deyir ya, məsəl üçün hardasa o çeşid mədəniyyətimiz yoxdur, hamısı var ya, hamı bilir bunu, çox yaxşı bilirik. Və prosta ki, belə yenə deyirəm, əsəbi şəhərdir, yəni hamı bir-birinin azığına nəsə eləmək istəyir. Hamı bir-birindən üstün olmaq istəyir. O qədər dinamika var ki də şəhərdə. Elə bu yollar göstərdi onu, maşınların bir-birinin üstünə vurmağı. Hə, yəni ki, orada bilmirəm maddiyyatdır, yoxsa hansı kontrastdır ki, bu bir-birimizin üstünə çıxmağa şey eləyir də. Əksinə maddiyatca biraz zəif olanlar daha çox öyrənməyə çalışır. Hə də. Sən desən qalxmağa çalışır, çatmağa çalışır. Hə, çünki belə məsəl üçün də biz uşaq olanda hamının evində bir dənə vaza idi. Hamı bilirdi ki, ya pulum çatacaq, bunu alacağam, ya da ki, çatmayacaq, almayacağam. Hamı indi o qədər şey var ki, yəni ki, variant var ki də. Məsəl üçün dedim, amma telefondan tutmuş hər bir şey kimi, ya. Adamı stresə salır. İnsanın içində qıcıqlandırma, stres, nə bilim hansı olur da hamımız eləyik. Prosta onu kontrol etməliyik də. Mən özüm belə deyiləm. Mən özüm də məsəl üçün nəyəsə baxıram, içimdə o yaransa belə prosta yəni biz maqnezium içirsən dedim ya sən. Yox. Biz prosta yəni bütün o hisslərin hamımızda var da, bütün hisslər hamımızda. Heyvanı hissdən tutmuş hər bir hisslər var. Prosta onun kontrolu düzgün olmalıdır. Kontrol edirəm, kontrol edirəm ki, o temaya getməyim, onu eləməyim. Biz o kontrolda yaşayırıq. Bəlkə biraz kontrol adamı əsəb edir, o heç. Amma bəzən kontrol edə bilmirlər. Yəni ki, ya bunu sənin üzvə şey eləyir ki, belədir. İnsanlıq biz insana başa düşməyəndən sonra kim başa düşəcək? Çıxırıq yola elə müharibəyə. O kontrast elə bir ki, bir də enerjimi səhv yerə xərcləyir axı. Yolda falan maşın mənə keçməsin deyə mən niyə enerjimi xərcləməliyəm? Keçsin, mən öz yolumu gedirəm. Sən nə qədər vacin adamsan, Hara tələsirsən? Bir maşın qabağa bırax. Arazdayıq, dünənlər idi səhv eləmirəmsə. Belə kassa açıldı, biz sıradayıq. Bu alır, mən onun arxasındayam. Kassa açılır. Sağ tərəfdə. Deyir ki, kassa açıldı. Biz buradan belə tərpəm insan kimi normal templə getmək istəyəndə oradan biri belə fırlanır, qaça-qaça gəldi belə qabağımıza çatdı. Şey vermədilər. Məsələ nədir? Bu bunu gəldi. Belə elədim ki, gözləyək də. Gözlədi, aldı, çıxdı, getdi. Alışverişimiz elədik, cəmaət düzəlmir ha. Amma gözlə, alışverişimiz elədik, çıxdıq. İşə çata-çatda oturub bir dənə skamyekada marojna yeyir. Hara tələsirdin? Onda vacin adamdır, evet. Hara tələsirdin? Xanım idi. Ay xanım, hara tələsirsən? Eyni şey, hər yerdə elədir. Dalınca marqatır. Məcbur da bir tərəf çıxırsan yola, versin, geri çıxır. Qabaqda qırmızıda yandı. Hara tələsirsən? Yəni o oğlanı deyirəm ki, quşca qırmızıda keç. Çox tələsirsən. Çox tələsən adama doğrudan da şey var da. Bu tövsiyəni eləməyək. Yox, çox tələsən adam da ola bilər, ölüm-itim ola bilər. Ver bir dənə qayının yanına, deyirəm ki, saprometrisiyada da üzr istəyirəm, dil qaydalarına riayət eləyək. Nə deyirlər ona? Qayı məni müşayiət eləsin. Bəli, zəhmət olmasa məni müşayiət edin desin. Məsəl üçün, yəni söhbət ondan getmir. O dediyim o ki, yenə gəlib svetoforda bir yerdə dayanacaq qardaşım, yəni. Söhbət ondan getmir. Sən nə qədər tələsən məndən maksimum 5 dəqiqə tez çata bilərsən. Yəni də yolun qaydaları bu da. Hə, biz magistral yol getmiriksə orada çox da fərq eləməyəcəksən. Deyir, arzularla yaşadığını deyən aparıcıya, mən idim o. Əvvəl itdən, sonra eşşəkdən misal çəkərək təskinlik verən vətən övladı filosof. Bu kommentariya düzdür, ön yarğı eləməyək. Bu kommentariyada sadəcə belə gülməli bir şey eləmək istəyibsə, eləyə bilməyib məncə. Bizim ümumiyyətlə bütün neqativ şeyləri xoşlayırıq da. Biri gəlib çəkir
şir kimi oğlan, canavar kimi oğlandır, xoşumuza gələcək. Amma ki biz indi sən deyirsən ki, güyənəm at, it, eşək, bu nə olar? Misal o cür deyil də orada. Misal o cür deyil, söhbəti də deyil. Hə, yəni ki o dəfə danışdım, deyir ki, məsələn tülkülü idi. Ya tülkü nə edir ki? Hə də. Yəni də sən bundan deyir, nə bilim. Hə də neqativ alma da. Nəysə buna biz neqativ əks neqativ bir komment də yazılıb ki, görünən o ki, falan dəqiqəyə qədər nəsə bunu daha çox sıxır ona cavab kommenti yazan. Sonra bu da deyir ki, sakitləş falan bir mübahisə yaranır. Məncə bu iki də bu yazdığı misallar söhbətidir. Ondan sonra cavabları da onun montajda qoyacağam alt-alta. Cəmaət baxanda daha çox başa düşsün. Yəni burada məncə bu komment yazmağın tərəfdarıyam, amma bu komment şeydir də, mübahisə yaradacaq kommentdir. Ehtiyac yoxdur. Sən doğrudan fikrin əhəmiyyətinə qulaq as. Bir də şey ona kommentariya bildir. Deyirsən, bu bəlkə səhv eləyirəm ki, fərqi yoxdur. Deyirsən ora komment yaza bilirsənsə, sən fikirləşmə ki, mənim işim o YouTube-da videonu çəkib qoymaqla qurtarır. Mən də sənə komment yaza bilərəm. Bəli. Bəli. Yəni adamlar elə bilir ki, sən o dəfə deyəsən nə? Yəni ki belə heç kim görməyəcəksən. Hə, elə bilir ki, bu mən ya da dilim yoxdur, mənim monitor arxası məsələsi də bu elə bilir ki, əl çatmaz bir yerdədir, görünməz yerdədir. Yox, yəni mənim işim orada YouTube-da videonu çəkib qutar qoymaqla qurtarır. Mən o YouTube-u qoya bilirəmsə, deməli kommentlərdə vəbşi asan. Hə də daha yaxşı komment yaza bilərəm, daha yaxşı fikir bildirə bilərəm. Ən azından ChatGPT-nin köməkliyi ilə. Bir dəfə mənə komment gəlmişdi Instagramda. Videodur. Mən də indi o parça çatıram axı. Laminat parça çatıram. Ümumiyyətlə də orada videodur. Yazdım. Cavab yazdım onu. ChatGPT-dən yazdım da. ChatGPT-dən nədir? İndi onu da izah edəcəm. Qardaş yazdı ki, ChatGPT iyi gəlir buralardan. Dedim, okey də, ChatGPT nə üçündür bilirik də. Yəni ki, bildiyimiz mövzularda ChatGPT-yə kömək eləyib, ondan sonra da cavab almaq. Bir də mənim vaxtımı rahatlaşdırırsa, məsəl üçün mən qrammatik səhv xoşlamıram, məsələn, qrammatik səhvini yazım. Bəli. Bunu mənim üçün düzəldəcəksə, xitabları düzəldəcəksə, ümumiyyətcə də, yəni belə deyim, məlumatı da daha da dolğun eləyəcəksə, mən sənə qoy məlumatı tam ötürüm də, heç səhvə də yol verməyim. Həm də məlumatı daha təkmilləşdirim. Mən məsəl üçün zaten bilirəm ki, məsələn deyirəm də, laminat zaten ziyandır. Prosta biraz da onu açıb orada ağardırıq ki, filan qatları var, eboksit qatı var, o var, bu var. Bunu biraz da təkmilləşdirib cavab yazın da. Laminat tərlan adım. Laminat tərlan. Sən niyə onu pis qəbul edirsən ki? ChatGPT adam var ki, istifadə eləmir, mən orada kömək edirəm sən. Sən nə olub? Ümumiyyətlə ChatGPT niyə istifadə eləmir? İstifadə eləmək niyə pis olsun? O şey oxşur, deyir tüfəng çıxdı, 50 ərənlik vaxtı bitdi. Ay qardaş, yəni tüfəng çıxdı, götür əlinə bir dənə də sən at da. Yəni bu ChatGPT çıxıb istifadə eləmək üçün çıxıb da. Yəni sən onu istifadə eləmədikcə geridəsən. Yox, məsəl üçün mənim heç bir hüquqi şeyim yoxdur da. Məsəl üçün hüquqi tərəflərini çoxsunu bilməyə bilərəm. Vəziyyəti izah edirəm ona. O mənə konkret feedback verir ki, qardaş, burada belə elə, burada belə. Məsələn, anti-inhisardan o dəfə zəng gəlmişdi. Problem vardı müştərinin aramızda. Problem həmişə olur. Ona uyğun bir dənə ChatGPT-yə yazdım, kömək elədim. Mən yoxsa yenə vəkil axtar, onu elə, bunu elə, hüquq adam axtar. Bunun hamısını bir-bir yazdım mən ki, sən burada səhvsən və yaxud da düzsən. Razıyam. Bir də yəni ChatGPT bizə kömək edir də, onu niyə başa düşməyim? Mən oradan kopyalayıb komment yazanda niyə təsir? Axırda amma yazıram ki, ChatGPT məsəl üçün də, yəni ki. Məncə heç ehtiyac yoxdur. Yox, Eminli qardaşın kommentinə yazdım ki, bu da ChatGPT. Ona cavabı yazdım. Cavabı da yazdım ChatGPT. Cavabı da yazdım ki, ChatGPT-dən yazmışam ha bunu da sən. Yaxşı, 100%. Nə fərqi var? Mən sənə hörmət edirəm. Qrammatik səhvləri düzəldib orada. Komment var, gələcək yor, o şeydir. Düzdür, bu söhbətin bəlkə çox dəxli yoxdur. Şey deyir ki, Orxan Şahbaz deyir ki, siz əgər fahiş etdiyiniz bir qadının kommentinin altına Allah şəhidlərimizə rəhmət eləsin yazırsınızsa, onu promote edirsiniz də. Yəni çox adam bilmirəm promote elədiyini. O da onun altına bir nəfər yazıb. İndi birinci belə mən də baxdım ki, bu niyə yazıb bunu? Sonra başa düşdüm ki, qəşəng yazıb da. Biri yazıb ki, Allah şəhidlərimizə rəhmət eləsin. Bizim şeyimiz. Yəni deyir, orada çox incə mizah var da. Hə, incə mizah idi. Xoşum gəldi. Ona deyəsən skrin eləmişəm, indi onu da şeyləri. Budda və Quran. Amma müşfiq heç vaxt Quran və Muhammed demir. Sanki Quranı Budda və ya Konfutsi gətirib. Hara aparırsınız? Bir halda ki, ən kamil Muhammeddir. Ümumiyyətlə bir şey nəzərdən çıxardır ki, cəmaət müşfiq bəy din adamı deyil, İslamı təbliğ eləmir. Sadəcə İslam ölkəsində yaşayan bir filosofdur. Və olduğu ölkənin reallıqlarından danışır.
Məncə ki bu ölkənin adamına da başqa nə cür xitab eləsin, ya başqa nə cür hardan söhbət eləsin. Yəni də maksimum dərəcədə filosofdur. Baxırıq ki, sosial söhbətlərdən danışırıq, hər bir şeydən danışırıq, amma burada irad başa düşdün nədir? Burada irad tutur ki, deyir ki, Qurandan danışırsan, amma Muhammeddən niyə danışmırsan? Mən səni əmin edirəm, Muhammeddən danışacaq deyəcək Əlidən niyə danışmırsan? Molla Nəsrəddin söhbəti də o çox aktualdır. Dövrümüzün hər saniyəsində. Deyirsən elə bir irad tapılır. Bir də cəmaətin ən çox komment yazdığı məsəl üçün dini mövzulardır. Çünki bir sənəcə heç harda bunun balansı yoxdur deyənə. Yəni hər yerdə bu məncə çox sağ ol düşür yəni uzun sözü. Prosta ateizm qrupunun qabağına çıxmayıb. Onlar da girib başqa şey yazırlar. Başa düşdün? Məncə çox sağ ol yazılmalı bir şeydir. Düzdür, çox sağ ol yazanlar çoxdur. İstər YouTube-da, istər Instagram, TikTok videolarının altında yazanlar çoxdur. Onları bir-bir kommentləri skrin eləmədim. Çox sağ ol. Mən də təşəkkürlərimi bildirirəm buradan. Amma ki, yəni biraz mövzu müzakirəyə ehtiyacı olan mövzular bunlardır deyə məncə çox sağ ol kifayət eləyir. Yəni və yaxud bu mövzunu açmaq belə sənin üçün önəmlidirsə, bu mövzunu açıb dinləyə bilərsən. Yəni inandıram sənə bu adamdan soruş, Məhəmməd peyğəmbərdən nə qədər bilir? Məncə kifayət qədər məlumatı yoxdur. Kifayət qədər maraqlanmayıb. Əks istəyirlər. Dostluğumuz olan hər şeyə nəsə bildirmək istəyirik. Məsələn üçün gedmisən 20 manat kitaba pul vermisən. Bu kitabı oxumusan, bu kitabdan sənin bir səhifə, heç bir səhifə də yox. Ümumiyyətlə kitab sənə heç nə qatmayıb. Yazacaqsan onu? Məncə yox. Yazarını. Harda dostluq varsa ora yazırlar. Başa düşdün? Və yaxud da hansısa bir nazirlikdir. Əgər qapının ağzına anonim məktublar qutusu qoymayıbsa, heç kim irad bildirməyəcək. Ki birdən adımı çıxardarlar, başa düşdün. Birdən bilərlər də. Anonim qutuda belə onu da tərəddüdlə yanaşır ki, birdən anonim olmaz ha. Birdən anonim olmaz, başa düşdün. Yəni ki, gizlənib şey yazmağına var ya. Hamımız xoşlayırlar ya, yəni gizlənib nəsə yazmağa. Yəni okey, ola bilər mən də xoşlayım gizlənib nəsə yazmağa, amma onu da özümdə kontrol edirəm ki, yazmayım. Məncə insan elə dediyim məsələdir, insan özünü kontrolü buraxmamalıdır. Daim özünü idarəsi olmalıdır. Özünü idarə eləməyəndən sonra heç kim gəlib səni idarə eləmək öhdəsinə götürməyəcək. Götürsə də bunu öz rifahına istifadə edəcək. Yazıb Əli söhbətgahındakı Əlini deyir görəsən. Çünki Əlinin danışığına oxşuyur. Danışığı da ara-ara onun sözlərindən də istifadə edir. Kim? Bilmədim. Mən də ona görə şey elədim. Dəqiqə yazmayıb burada. Skrin elədim. Tərlanı deyirsə, Tərlan mən bilən Əlidən stat gətirməyib. Əli Xəyyamdan stat gətirməyib. Yox, mənə deyirsə, mənim haqqında danışdığım Əli adətən bizim Abdullayev Əli olur. Mənim Əli Xəyyamdan şəxs danışdığım yoxdur. Sonra qız axırda elə kobud deməsəydi kaş. Yadında da Lalə xanım duranda dedi ki sən də onu niyə versin? Ya bizim üçün şey yoxdur. Problem deyil. Biz öz çəkimizin fərqindəyik. Daha sonra biri yazıb nəsə qardaşlar sizə uğurlar bu ikimizin iş haqqında danışdığımızda. Like qoydum amma iş söhbətlərinə baxa bilməm. Nədən iş söhbətlərinə? Orada şeydən danışırıq da. Yadımda deyil nədən danışırıq. İş həyatından falan danışırıq. Bu podkastı da karoç. Üzr istəyirəm. Əl-Qərəz bu podkastı. Yazıb neçə nömrəli məktəbi bitirmisiniz? Tərlan neçə nömrəli məktəbi bitirmisən? 176. Fikirləşdim. Mən də Akademik Zərif Əliyev adına liseyi bitirmişəm. Amma çox məktəb oxumuşam. Biri yazıb Nofər aparıcılarla darıxır. Düz deyir. O düz deyir. Ola bilər düz deyir. Çünki həmin podkastda Tərlan yorğun gəlmişdi, düz yadında qalmışdısa. Ya söhbət yorğundan da getmir. Ola bilər də elə bir şey. Okey. Nədən Nofər meydancir adamdır, meydancir bir qağa, meydanı əl alan adamdır. Tək apara bilən adamdır. Orada artıq biraz zəif düşdünsə, nəzərə almaq lazımdır ki, bu adam bütün günü bunun düz deyir. İndi biz də qonaq çağırmışıq söhbəti, amma bu adamın bütün həyatı, belə deyim də, incəsənətdir, kinodur. Bəli. Çıxış. Mən onun baxdığı kinoların 1%-nə bəlkə baxmışam. Ola bilər o 1%-dən sual verirəm deyənə. Ola bilər ürəyi sıxıla bilər, nəsə şey ola bilər. Bu da normal, amma mən hiss eləmədim. Yox, o mənada darıxır demir də. Yəni yazır ki, yazdığım məqsəd məncə odur ki, yəni bu aparıcılar danışmır, amma Nofər danışır da. İndi bizim də işimiz Nofər danışır. İndi danışdıq, ola bilər danışdığımız maraqsız ola bilər. Onda Nofərdən soruşmaq daha yaxşı olar. Bəli. İkincisi də ki, biz də bəzən yorğun ola bilirik.
Sonra çox maraqlı Aparızlar da bu kommentlə darıxır. Deyirəm, çox maraqlı podkastlardır, amma heyf az adam bəyənir. İnşallah həvəsdən düşməz aparıcılar, həvəsdən düşən deyilik. Biz stabilik. 7 aydır. 7 ay. Doğru mən ona baxacaqdım, yanından çıxdı. 7 aydır. Yanvardan hardasa, yanvar. 7 aydır efirdəyik. 6-7 ay belə deyil. Məncə get-gedə daha da təkmilləşdirə bilirik özümüzü. Məncə yaxşı olacaq. Həvəsliyik. Düzdür, bunu 2 gün əvvəl yazıb özdə belə baxanda həmin adam. Narahat olmayın, biz həvəsliyik. Ardı gələcək. Bir də şey var yəni ki, podkastlar var, hansı ki tematikalar var, o bilirik də, futbola görə, məsəl üçün deyirəm. Repdə məsəl üçün çənə. Az repdə çənədir o content üzrə. Məsələn, onlar o özlərinin sözü var, radikultda məsəl üçün filan şeyə görə, məsəl üçün nəyəsə görə. Bizdə o nəyəsə görə yoxdur ha, yəni o da var. Bizdə o nəyəsə görə də yoxdur, hansısa bir şeyə görə. Prosta sadəcə o söhbət edirik də, yəni. Bəli, çıxırıq, fikirlərimizi bölüşürük. O stoykanı saxlamaq da biraz çətindir əslində. Deyir, bizdə psixoloqa getmək bir o qədər də yaxşı sayılmır. Valideynə deyəndə uşaqla bağlı psixoloqa müraciət edin. Deyir, bəyəm uşağım dəlidir ya xəstədir. O söhbət yavaş-yavaş yığılır. Əvvəl biz uşaq olanda özümüz belə özümüzə, yəni məsəl üçün də bizə bir təhər gəlir, ümumiyyətcə nə bilməyim, mama gəlir deyirdi ki, yəni ki, yavaş-yavaş indi o söhbət qırılır, harda qırılır? Biz özümüz mama papa oluruq ha. Orada o söhbət qırılır. Mən inanmıram ki, sən, mən biz övladımıza o şey eləyək. Bizdən bir 10 yaş böyüklərin də hardasa belə deyim də, indi uşaqların hardasa 16-15 yaşları var, 18 yaşları var. Onlar da yəni ki, bu yavaş-yavaş bu söhbət yavaş-yavaş qırılır, elə düşünürəm. Amma bir dəfə belə bir söhbət eləmişdim ki, elə bir cəmaət düzəlir biraz səmimiyyətlə. Sonra gördüm ki, nəsə ya, biri mənə qayıtdı ki, qardaşım, sən indi oturub durduğun adamlar yaxşı deyənə fikir, o deyil də, yəni ki, düz adamlar deyənə, o deyil ki, sən ola bilər o valnaya geyib çıxmırsan, o dalğaya çıxmırsan, yəni xəbərin yoxdur, amma çox da düzəlməyib, amma ən azından başa düşürük ki, oturub durduğumuz adamlar çoxalır deyənə, başa düşürük ki, cəmaət düzəlir. Məncə də, mən elə düşünürəm. Mən o adam deyiləm, ha, kiməsə deyim, sən səhvsən, sən düzsən, ola bilər mənim də səhvim var, söhbət ondan getmir, indi o düzəliş eləm, komment yazmasın, o məndə yox. Yəni ki, belə də, biraz o level adlamaq lazımdır, hər ölkə də level adlayır, 92-nin beyni ilə 2022-nin, 2025-in beyni eyni deyil zaten. Eyni deyil. Hani o level atladıqca biraz o düzəlməyin nə mənada, belə deyim də, zövqlər düzəlir məsəl üçün, söhbətlər düzəlir. Yəni nəyəsə yanaşma düzəlir, hər hansı bir hadisəyə yanaşmamız da düzəlir. Yenə deyirəm, bir dəfə özümüzlə danışmışdıq. Onun əvvəl nəyisə polisə şikayət eləmək və yaxud da nəyisə hansısa aidiyyatı quruma şikayət eləmək çətin bir şey. Yaxşı bir hərəkət sayılmırsa, indi daha adekvat yanaşma sayılır. Bəli. Cazib bir hərəkət edirik. Var adekvat yanaşma. Başa düşdün yəni ki. O söhbətdir məncə. Adekvat yanaşırıq məncə. O kommentdə bəlkə də aidiyyatı yox idi deyimin. Yox, danışırıq da. Podkastdır. Linç nədir? Bu Azərbaycan dilini niyə bu günə qoyursunuz? Linç məncə hamımızın tam anlayacağımız. Linç məncə 16. Linç nədir deyir? Bu Azərbaycan dilini niyə bu günə qoyursunuz? Linç məncə hamımız bilirik nədir? Qarşılığı pis çıxmasın, yoxdur mən bildiyim qədərilə. Varmı linç sözü? Qınaq da deyil, qınağın düzgün tərəfi də var, səhv tərəfi İctimai var. qınaq demək olar. Linç elə bir ictimai qınağın pozitiv tərəfi də var, elə bilirəm, neqativ. Linç elə bir kimisə təkləməkdir, hə? Hə, biraz da. Yəni baba belə qalırıq da, sözsüz qalırıq. Biz uşaq vaxtı bizi məktəbdə təkləyəndə gəlib söz tapa bilmirdi, yəni o sözü deyə bilmirdi evdə. İndi rahat gəlib evdə deyirsə linçləyirlər də mən. O bullyingdir. Bullyingdir, hə. Bəs linç nədir? Linç məsəl üçün biz post edirik. İndi məsəl üçün bu videonu post eləsək altına çoxlu neqativ şeylər gəlsə, bu artıq linçlənmədir ki, məsələn. Linç eyni şeydir, bullyingdə qışıya biraz masa bilər. Bullyingdə bəlkə də. Yəni Azərbaycan dili ilə bağlı fikirlərin bir çoxundan razıyam, amma bu linç sözünü əvəz eləməyə bir dənə təklifi də yazsaydınız altına, biz tam qəbul edərdik. Deməli, bu sadaladığınız qəhrəmanların savadı olub ki, möhtəşəm insanlar olub. Savad olmasaydı nə qədər şey edilməzdilər. Bəli, bu Şəmsəddin elində bir kommenti var, onu da oxuyacağam. Hə, Xətaydan niyə nicada çıxdın ki sən? Gördüm o atmış. Yazmışdı. Ya o da skrin eləmişəm, oxuyacağam. Mən cavab verməyəcəm. Çaşı bəy bu. Mənə deyir. Ordu yaratmaq, başçılıq etmək, bəs bu üstünlük nədir? Şah İsmailov. Deyir, Şah İsmailov şeirlərini yəqin bu yaxıb.
Məncə yazmağı Hüseyn Cavid. Məncə yazmağı öyrənmək lazımdır birinci. Söhbət Amma orada İraqda nədən biraz geldi? haqlı tərəfləri var. İzaha da ehtiyacımız varsa Qarışıq izaha da verək də. Yəni ki, yox şey demək istəyirəm. Deyir bu adamlar nə sırf Şah İsmayılda biraz Şah İsmayıl o kateqoriyaya çox girmir. Şah İsmayıl şah olub və əlavə paralel olaraq da şeiriyyat adamı olub deyə düşünən insanların içində sayılır Şah İsmayıl yəni bizim. Bildim, Amma yox. digərləri Bilsən nə idi orada? Yox, söhbət də başqa idi. Sən də o komment kimi danış. Söhbət orada bilsən nə idi? Deyir ki, okey. Yox, Babək bizim məsəl üçün də qəhrəmandır, nə bilim, saydı da hamısında. Üzeyir Hacıbəyov da kimi qəhrəman kimi bax da. Ona da səhv eləmirəmsə komment var. Onu vəbşə heç ümumiyyətlə dilə şey deyirəm, fikir verməyə başlayıram artıq, kontrol almışam əlimə. Ümumiyyətlə o məsələyə də məncə kommentariya var idi, münasibət var idi ki, mən bilmirəm o komment ona da. Bu sırf orada o cümlənin ardıca şeydən danışılır, düz deyirsən. O cümlənin ardıca Şah İsmayılovdan sonra şeydən danışdı, Üzeyir Hacıbəyovdan danışırsınız. Burası bu sadəcə bu sırf Şah İsmayılov. O söhbətdə ona görə açılmışdı da, belə bir çıxmasın. Orada deyirik ki, biz xoşlayırıq ki, vurub yıxanları qəhrəman eləyək. Mədəniyyət adamları da deyir qəhrəman. Çünki mədəniyyətlə bizim ölkəni təbliğ edir. Biz indi məsəl üçün də atıram, əlacımız qalmayıb, görək ki, yox, artıq 6 qara pişikdəki şeydə artıq. O belə şey deyir, Samir oldu. Artıq özdə söz düzəltdi. Çaşdırdım. Biz indi variant yoxdur deyən, nə Şah İsmayıl xətayı var, nə o birisi var. Yəni ki, indi bizi beynəlxalq arenada tanıdanları qəhrəman kimi görürlər. O da onu deyir ki, yəni Üzeyir Hacıbəyov da görərdim də o vaxtlar. Bəli, razıyam. Mən o tərəfdə də eləməyim, qardaşım. Nəsə o tərəfdən danışdın. Qreçkanın tərcüməsi var. Qarabaşaq. Bu tərcümə edib sağ olsun. Qarabaşaq. Siz belə bilməyəndən sonra intellekti az olanlardan nə gözləyək? Bunu kəsərsən, Qarabaşaq. Onu Kəsəcəm. Deyir ki, sizin kimlərin düşüncəsinə görə burada mötəzzi yazıb. Düz deyirsən, mən bu veriliş fikir verdiyin kimi, yəni dil məsələlərinə böyük əhəmiyyət verirəm və fikir verirəm. Biri yazıb mənim üçün ki, Dilarə xanımın yoldaşı rəhmətli Oqtay bəyə oxşuyur. Oxşuyuram. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Qocaldı da oxşuyursan. Biri yazıb ki, nə danışır bunlar? İndi güya da ağıllıdırlar. Yəni ağılsızamsa baxma da yəni. Yəqin ki, sən deyən detallan. Yox, biz yazmamışıq ağıllı adamlar. Hə? Biz yazmamışıq orada ağıllı adamları. Hə də yəni. Biz də disclaimer qoyaq, biz ağıllı adamlar. Disclaimer. Hamının nəzərinə biz ağıllı deyilik. Listə yox siyahı. Bu qədər türklərə bağlılıq sonunuz olacaq. Sonla bağlı yalan deyirəm, amma ümumiyyətcə adamlar özümüzdə də var, yenə deyirəm, biz o hər şeyi kontroluna aparmalıyıq. Görmək istədiyi kimi, yəni necə görmək istəyirlərsə ona yönləndirmək istəyirlər də bizi başa düşdün. İpi salsın ki, qardaş bunu danış. Çıx bunu danış. Pulunu ver də qardaş. Bəli. Hansı yaxşı belə bir format bəli şey deyə bilərik ki, məsəl üçün siz ödəniş edib biz ondan danışaq ki, məsəl üçün söhbət nədir? Yəni biz hamını mən necə gəlib deyə bilərəm? O ki, Nihat belə bunu geyin, məsəl üçün, və yaxud da bunu danış. Kimin beyninə nə gəlir? Şəxsi həyatında istədiklərini təmin edə bilməyən insanlar belə burada məncə öz istəklərini diktə eləməyə çalışır. Səbəblərdən biri budur. Yenə deyirəm, mən onlardan heç kimdən özümü ayırmıram, nə səndən, nə başqasından, orada komment yazanlar. Mən sadəcə bunları kontrol edə bilirəm deyənə, bunu ifadə eləmirəm, çünki gələcək cavabdan qorxuram. Şahmat söhbətidir, 2 xodu, 3 xodu fikirləş, 5 xodu fikirləş ki, bu dialoqa apar, gör itoqu nədir, bəlkə ayrılacaqsan sən buna. Yekununda nədir? Sən bəlkə ayrılacaqsan o söhbətdə və ya səhv çıxacaqsan. Bəli, mən razıyam. Sən çox sıxırsan dil barəsində. Alacam o şeydən o 6 qara pişik. Mən sənə də bu verilişə gələndə deməmişdim ki, Azərbaycanca danışacağam məndə yəni. Xahiş edirəm nəzərə al. Əslində kənd cəmaəti elə kəndə köçməlidir. Aqrar təsərrüfatla məşğul olmalıdırlar. Ölkənin istehsal qüvvəsi artmalıdır. Onda əhali sağlamlığı üçün də yaxşı olacaq, həm də iqtisadiyyatımıza xeyir dəyəcək. Məncə bu məsələni iqtisadiyyat üzrə
bir mütəxəssis olsaydı ona müzakirə eləmək olardı. Cavab yazmırlar. Hə, cavab yazsa, indi son zamanlarda trenddə olan birinə yazmışam şəxsən öz hesabımdan. Cavab yazmır. Biz salam yazsa sonrasına baxarıq. Sonra biz beləyiq də. Peşman da kimsə bizə salam yazsın. Risk alır ki buradan. Bir daha verilişdədir. Biz beləyiq də. Niyə Alman kimi ya fransız kimi yaşamalıyıq? Bu bizə harda deyir? Mən deyirəm ki, bizdə yeməkdir, istirahət. Avropada misal gətirirəm ki, biraz əksi hallar var falan. Yəni sən niyə məsələni çəkirsən ki, biz Avropalı kimi olmalıyıq? Mən deyirəm ki, bizim tək istirahətimiz yemək olmamalıdır. Sən amma deyirsən ki, yox bizim tək istirahətimiz yemək olmamalıdır deyirsən, biz niyə Avropalıya oxşayaq? Arkadaş, Avropalıya oxşamaqdırsa bu mövzuda düz olmaq. Hə, bu mövzuda Avropalıya oxşa. Digər mövzuda, məsəl üçün inanc mövzusunda gəlir şərqli ol. Yəni hər şeyin yaxşısı olmağa çalış da. Yəni okey, hər şeyin yaxşısı ola bilmərsən, tamam, hər şeyin yaxşısı ola bilmərsən, amma o yaxşını görəndə də özündə o şey yaratma da ki, yaxşıya oxşamağı özünə pis bilmə. Yəni bəli, yaxşıya çatmağı. Hə, burada pis bir şey nə var ki, mən deyirəm ki, sənin istirahətin yalnız qida olmasın. Sənin olsun, mənim olmasın deyirəm. Mənimkinə də qarışma, mənim kimi düşünənlərə də qarışma. Sənin olmasın, istəyirsən ancaq sən yeməklə, qida ilə istirahət edəsən, bağla bu həmin kontenti, baxma, çevir, nə bilim, TikTokda bir maraqlı bir 15 saniyəlik videoya bax, istirahət elə, get yeməyi məsəl üçün. Sonra yazıb salam, xahiş xanımları çağırmayın. Boş danışırlar və həmişə cəmiyyətin artıq-urtuğunu götürürlər. Ümumiyyətlə xanımları ekranlara çıxarmaq lazım deyil. Bu qardaşı yavaş. Bu qardaşı məncə hakimiyyətə gətirmək olmaz, yoxsa Əfqanistan olacaq bura. Sən deyir San Sebastian Layla xanım da deyir axı bizim mədəmiz nə San Sebastian tanıyır, nə makaron tanıyır, nə falan şey tanıyır. Qardaş yazıb ki San Sebastian heç mən tanımıram, qaldı mədəm tanısın. Tamam, o kommenti yazmazdı. Məncə tanıyır. Amma qəşəngdir. Hə, belə güldüm biraz. İlk baxanda hələ gülmüşdüm. Vapşe doğrudan necə tərcümə edir? Ümumiyyətcə gülmüşdüm. Ümumiyyətcə gülmüşdüm. Mənim bir sualım var. Niyə qadın haqları deyə bir qurum var, ancaq kişi haqları yoxdur? Bu dünyada ancaq qadınlar mı haqq hüquq işləyir? Yazıq kişilər özümüz öz əlimizlə sonumuzu gətirdik. Dəyişdi. Kişilər haqqı yoxdur deyən qurum yoxdur. Artıq gecdir. Bəli, avtobusdakı arxadakı 4 yerdə axır satıldı, xəbəriniz olsun. O yerdə. Onunla bitdi. Nicat Mövlayev yazıb ki, Şah İsmail Xətai kim idi? Tam olaraq bacarıqları nə idi sualını verin bir özünüzə. Baxın, familiya tanışı. Sonra nə yazıb? Hədə altda yazılacaq, baxarsınız. Hə, yazır ki, sonradan öz bacarıqlarınızı düşünün, adam fəlsəfi poema müəllifidir deyib suram. Təlam, nə deyirsən? Düzdür, amma yəni mən əvvəldən hazırlamışdım məsələn ki, Şah İsmail Xətaidə biraz səhv eləmişik, amma digərləri fikrimiz aydındır. Yəqin ki, qoşulmamışam da söhbətə, yoxsa yox. Yəqin ki, sənə deyirəsin. Mən deyirəm. Bu da müzakirə. Şah İsmail dedilər. Orxan deyir. Cavabı versin. Bu da müzakirə olması mövzudur. Ya da geridə qalmış düşüncəsi sayılır artıq. Biraz əxlaq, hörmət, həya yaxşı şeydir adamda. Niyə? Çünki bir oğlan dostlarının yanında ya böyüklərinin yanında yoldaşını həkimə aparmışdım. Ya yoldaşım da orada işləyir və s. mövzular var. Bu mövzularda əlbəttə ki, sən rahatlıqla yoldaşım deyə bilmirsən. Bu yadda saxlayaq. Hər şeyin qaydası var. Əxlaqı niyə geri qalmış düşüncə kimi yeridilir, çatdırılır cəmaata. Baxsan elə ata-babalarımız da elə deyib, onlar da səhvdir. Yoxsa ora qədər düşüncələri çatmırdı. Bu lap şortik məsələsini oxşadı. Şortik məsələsini bu cümlə şey eləyəcəm. Bu cümlə yaxşıdır. Deyir ki, dostanışın yanında biz həyat yoldaşım deyə bilmərik, evdəkilər deyə bilərik. Tutaq ki, bu dostanış əxlaq yoxsunu biridir və nə deyirsən pis yerə başa düşür. Mən bunu həyat yoldaşım demiş, arvad dedim, adını dedim, ya da evdəkilər dedim. Sən o dostunla sağlaş birinci. Bəli. Əgər burada sən öz şəxsi həyatının hər bir şeydən uzaqlaş. Bəli, şəxsi həyatının danışıla bilən ictimai hissəsini ki, ictimai hissə dediyim nədir? Mən dünənləri Tərlanla
mola gedirdim. Burada Tərlana məhəllədəkilər desəm nə olacaq? Üzr istəyirəm Tərlandan. Üzr istəyirəm Tərlan desəm nə olacaq? Dostum Tərlan desəm nə olacaq? Sadəcə Tərlan desəm, Tərlan Əliyev desəm nə olacaq? Parket satan Tərlan desəm nə olacaq? Ay qardaş, bu bəhsi kimdən getdiyi bilinir. Artıq mən bəhs etdiyim şəxs, danışdığım şəxs əxlaq yoxsulu biridirsə, bağla o kontaktı, sağolaş, mədəniyyətini göstərmək üçün və uzaqlaş. Yəni nə absurddur. Məsələ bu tək bu kommenti yazanda deyil. Bu tipli komment çoxludur. Pərdəli keçənlərin kommentlərini silmişəm. Sən oxuduqca mən o cümləni başa düşmürdüm. İndi sən başa düşüb cavab verdin. Çətindir onsuz da. Yəni çətindir. Bu cümlə əladır. Məsələn, Azərbaycan dili 6-cı sinifə verirsən, sintaktik təhlil üçün çox ideal cümlədir. Yəni ki, onsuz cümlənin qrammatik çatışmazlıqları doludur. Demirəm, mən institut məktəb vaxtı Azərbaycan dilini məktəb oxumuşam. Yəni ki, fənləri demirəm, ideal oxumuşam, söhbəti yox. Gün gəlib 2025-ə çıxıb, mən harasa bir sənəd yazanda, hətta yazanda gedirəm ChatGPT-yə yazıram ki, bu cümlənin qrammatik səhvlərini düzəlt. Bəli. İşin yoxdur başqa şeylə. Da var da qardaşım. Bəli. Yəni sən burada tənqid yazırsan. Biz tənqid fikrimi bildirirsən. Biz axı 160 simvol W hərfinə bəli. belə şeylər. Amma bu bəli. Şeydə üzr istəyirəm məhəllə uşağı Tural. Məsələn Tural bir dəfə bilirdi ki, mən Ş hərfinə W yazıram. Sadəcə çox qəşəng təqdimatla proses çatdırdı mənə ki, belə yazan adamlar, demədi mənə. Yəni dolayısıyla dedi sözü. Mən ondan sonra hətta yəni o vaxt ChatGPT ilə yazmırdım da. Onda mən tək Tural yox, hamıya qarşı başladım W-nin əvəzinə Ş hərfi yazma. Yəni bu normal niyə gizlədim qardaş? O əslində ay qardaş, biz də evdəkilər deyirik, demişik. İndi baxırıq ki, məntiqlə mən niyə evdəkilər deyim də? Yəni evdəkilər deməklə mən nəyi bloklayıram? Qarşımdakı yəni də deyirəm. Əxlaqsız biridirsə, evdəkilərdən kim? Hə də yəni söhbət uzandı. Yəni sən mövzu əgər sən öz yaxınlığı digər yaxınlığın yanında haqqında danışa bilmirsənsə, bir dənə qəribə bir yer var ha. Hərdən telefonla danışırıq. Qarşımızdakı elə adam olur ki, beynimdə bir dənə mübarizə gedir ki, buna ad versəm yox, buna ad versəm yox, falan şey. Qoy deyim ki, evdəkilərlə. Başa düşdün, belə adamlar da var ha. Hə, amma mən inanıram ki, yəni bu momentlər də var. Orada elə ortaya pərdə qoyub yoldaşımla rəsmi danışmaq daha gözəl olar. Pərdə qoyursan ki, salam. Mən yoldaşımla danışa bilmirəm sizlə. Hərdən elə danışarıq. Bununla pərdə qoymaq lazım məncə elə. Adamlar var ki, onlara uyğunlaşmaq lazımdır. Hətta mən sənə bir şey deyim, çox üzr istəyirəm. Yığıb biri üzr istəyirəm. Biri yığıb, mən buna heç nə bildirmək istəmirəm, heç nə də bildirməyim də. Bunun ümumiyyətlə üzr istəyirəm evdəkilər niyə deyirəm ki? Deyim ki, danışa bilmirəm. Müvafiq olanda danışacağam sizlə. Ya da ki, daha belə təbii cümlə qoyuram. Danışa bilmirəm qardaş, yığacam da mən sizi. Mən gələk deyim ki, üzr istəyirəm mən kimdən. Hansısa hardasa seminardır, mən nəsə belə bir şeydir. Rəşid doktor var, o danışır, telefonla danışır. Cəmaata söhbət edir, risk zəng gəlir. Saniyə söhbət, telefon götürür. Salam, mən səni yığdım, sağ ol. Variant vermir. Çox qəşəng izah elədi, başa düşdün. Cəmaat da başa düşür ki, çox vacib yerdədir. Yəni ki, bəli. Yəni söhbət var. Bir dəfə də Aslanla Everestə giririk. Everestdə də indi səncə iqradda, ştokdik haqqında iqrası, intellektual iqra belə bunların hamısını izah eləməkdə. Telefonla danışırdı. Gördü ki, o da qardaşım bir interesting yer var, oraya girirəm. Yəni səncə əhlinə uyğun. Əhlinə uyğun. Məsəl üçün də belə pis çıxmasın. Başqa adam ola deyər ki, burası məsəl üçün intellektual iqra var, oraya girir. Hə, o da sən o nədir? Onu izah elə. Şeydir də, belə vaxt, abi interesting yeri var. Əla. Nə bilim. Oranın adı odur elə. Dünənlərdə birinci yerə çıxdılar. Kim? Orxan Gil. Neçə oyunda birinci, ikinci yerdədir. Əla, təbrik edirəm buradan. Əgər baxsa görər. Hə, sonra keçib gör bunu oxudum. Hə, bu əxlaq məsələsi idi. Nə qədər belə videolar olsa da bizim kişilər elə əvvəlki kimi qalacaq, düzəlməyəcəklər, boşuna ümidləndirməyin bizi. Birincisi, mən düşünürəm ki, çoxluq olaraq bir səhv yolda olma məsələsi yoxdur. Şəxsi düşüncəm budur. Amma hansısa bir qism, hansısa bir səhvdədirsə, məsələ bizdə deyil, ümumiyyətlə kontentlərdən söhbət gedirsə, məncə nə qədər maarifləndirici kontentlər artsa, bir o qədər də
söhbət yalnız kişilərdən, qadınlardan gedir. İnsanların üzərində xeyrini görməyə başlayacağıq düşünürəm ki, necə ki biz bu dəqiqə kontent eləyirik. Bu kontentin olunma səbəbi vaxtı ilə DJ Tural'la Əli Xəyyam oturub coffee shopda bir dənə podkast çəkmək istəyiblər. Biz onlardan gördük, izlədiklər onları. Sonra biz gəldik, bunu elədik və digər paraleldə digər kontentləri də izləyirik. Oradan maraq almışıq, biz gedirik, bizdən də maraq alıb kimsə bəlkə davam eləyər. Belə-belə də hərəmiz ən azı bir söz də olsa, bir maarifləndirici, özümüz olmasaq da qonağımız bir söz də olsa maarifləndirici bir qatqısı olduqca məncə hər şey düzəlməyə doğru gedər. Məncə pozitiv yanaşmalıyıq bu məsələlərə. Davam edirəm. O bilmirəm nə deyir başqa yerdə, amma da yoldaşın deyir 100% bilirəm, adımı çəkmir, çəkməsin, mən də ona Milli Bankım deyirəm. Yoldaşı da cavab yazır. Biz qadınlarda gərək yoldaşlarımız barəsində nəsə deyəndə evdəkilər deyək. O yaxşı təklifdir. Necə? Deyir, biz qadınlar da deyir evdəkilər deyək də bundan sonra kişilər üçün. Yəni yaxşı təklifdir. Yəni düzəlmirsə onda iki tərəf də korlansın. Həm elə bir ümumi danışırdıq. Ancaq kişilər deyir ki, evdəkilər. Mən elə bilirəm. Sən prinsipə hə də yəni bunu oxumaq istəmirəm. Sadə ümumiyyətlə nömrəyə elədim. Nə oldu qardaşım? Negativdir də, negativdir. Alır da. Həyat yoldaşım nədir? Arvad, ər və arvad sözləri var. Həyat yoldaşım sözü də qeyri-formal sözdür. Baxır əgər doğrudan da bu dialoqda qeyri-formal cənablar və cənazələr. Bu əgər bizdə bir müəllim var idi. Bakı Slavyan Universitetində. Deyirdi qaqaşlar və qaqaşələr. O yadıma düşdü. Şey də deyildi, Ceynən Bəlin. Yəni min daha qaşmalı. Sən bilirsənsə mən nədən danışıram? Bu söhbəti niyə uzadaq? Bəli. Üzr istəyirəm. Üzr istəyirəm də. Bu ifadəni deməklə nəysə bunu da oxumayacağam. Bunu heç oxumayacağam. Onu niyə skrin eləmsən qardaş? Bilmirəm. Telefon yaddaşından. Bəs niyə demir ki, mən dedim ki, Toğrul Səmədov yazıb. Bəs niyə demir ki, Orxan üçün? Sən də Şah İsmailov, Toğrul Səmədov. Üzürlü hesab eləsin. Sen otur abi. Üzürlü hesab eləsin Toğrul bəy. Deyir ki, bəs niyə demir ki, mən dedim ki, statusumda səni nəzərdə tutmamışdım. Məncə sən o söhbətə qarışma. Onların söhbətinə qarışma. Yaxşı, o söhbətə girməm. Zaxırda zavur kimi olacaq. Mən onaya göstərirəm. Bu şeydə cəmaət qırışır. Toğrulçularla Orxançılar qırışır. Eyni məqamda bir dənə Toğrul belə bir şey yazır ki, bəs sən niyə demirsən ki, bla 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 bla. Orxan deyir ki, mən sənə demişdim axı bla 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 bla. Uzatmıram. Altda yazılar qoyuram, oxuya bilərsiniz. Pauza verib. Sonra da Toğrul Səməd deyir ki, gəl onda realda studiyada edək. Orxan Şahbazov da deyir. Orxan Şahbaz da deyir ki, Orxan Şahbaz da deyir ki, olar. Məsələ yəni çox gözəl bitir və yəqin ki bu kontent də hardasa bu videoda yox, cəmaət bir-birini başa düşür. Orada o birislər qırırlar. Mən də onu demək istəyirəm. Yəni o söz var idi. 22 nəfər bir dənə topun dalınca qaçır, milyonu götürürsüz, qırırsınız bir-birinizi. O söhbətdir. Şeydə də o İdris bəyin verilişində də o podkastı baxdı. Orada da Hüseyn Dərya ilə Elşad Hüseynin məsəl üçün də bir-birinə bəlkə düşmən eləyən özləri bir-birlərinə hörmətsizlik olub, nə olub özləri bilərlər. Biraz cəmaatın da bəli, cəmaatın şey tutduğu Türkan tərcümə zəhmət olmasa mən söhbət edirəm. Tətiklədi. Tətikləri, o da türkcə də axı. Tətiklədilər də yəni ki. Nəsə də boşum. İstədilər. Yəni cəmaət də biraz olar bir-birini qırdırdı da. Çünki istər-istəməz mənə görə bir nəfər vüstupat eləyəndə mən onun da tərəfindən başlayacağam sənin şey eləməyə. Səninlə aqressiv münasibətdə. Düzdür. Biri yazıb ki, Orxan bəy dəvət etdiyiniz üçün çox sağ olun. Sayəsində proqramınızı kəşf etdim. İndi digərləri də Orxan bəy kimi alicənab davranıb bizim təklifimizi qəbul eləsələr, bizi və həmin insanları da qanuna uyğunluqla kəşf edənlərin sayı məncə artar. Deyir ki, zövqünüzün balalı olmayacağına təminat vermirəm. Qardaşım biri yazıb ki, ortada yenə balalı getdi. Əlbəttə sən özü istəyir. Hə, məncə də. Özü istəyir. Bir də mən bir dəfə şeydə görmüşdüm. Rəvan DJ Fatihlə Rəvan Bağırov var, Manpasda. Radioda qulağım qəşəng yoxsa hardasa bilmirəm. Qəşəng sözdür ki, hərdən elə söhbətdə eləmək lazımdır ki, bilirsən səhvdir bu söhbət və yaxud da qıcıqlandıracaq. Sən bunu eləməlisən ki, orada komment yazılsın. Başa düşdün? Cəmaət nəzə yazsın. Deyir, sizə hörmətim var, amma Azərbaycanca danışın, xahiş edirəm.
Müşfiq bəy deyir. Ruhun dinləndiyi yer bu Müşfiq cür bəy podkastlar. nə dildə danışır? O qədər cümlənin içində 1-2 türk sözü işlədib, yəqin ona qıcıqlanıb. Heç bayaqdan rusca söz eşidirəm. Heç rusca olsa, rusca qulağımıza oturub, açığı mənim özüm də eləyəm. Rusca kimsə nəsə deyəndə məni çox qıcıqlandırmır, hə. Amma türkcə deyəndə biraz şeyəm, bəlkə də bilmirəm. Biraz belə qəribə. Özüm baxıram, türk seriallarına da baxaram, kinosuna da baxaram, klipinə də baxaram. Söhbət, amma nəsə biraz qıcıqlandırır ki, niyə bizim cəmaət türkcə danışır, amma rusca danışanda heç elə fikirləşmirəm. Maraqlı, yəni beynə bilməm necəsə oturub. Deyir Avropaya dostum gəlmişdi. Onun İtaliyada ən qəşəng yerləri gəzdirdim. Axırda Como gölünə getdik, baxdı. Zəfərlə İskəndərdir bu. Dedi ki, burada qəryan yeri yoxdur. Zəfərlə İskəndər deyəsən. Bizdə padel var. Buna kommentariyasına cavab deyim ki, bizdə padel var. İdarə etmə. Sən göndərmişdin Instagrama, o hələ açılmayıb. O hələ açılmayıb. Bilirəm, o məsələni izləyirəm mən yaxından. Biraz padel məsələsinin yaxınındayam. Paddle. Bizdə paddle yerləri... Wikipedia. Wikipedia. Padel yerləri var Sibrizdə, Bakı Tenis Akademiyasında. Bir də Mikrorayonda bir dənə yer var. Hə də Tenis Akademiyası. Bir də Aquatic Palace-da var. Aquatic Palace-dakı bir dənə kortdur, açıq kortdur. Bəzi çatışmaz cəhdləri var, bəzi hissələrini düzəldiblər. Daha sonra Bəs onda niyə cəmaata belə podkastda deyirsən ki, biz tapa bilmirik. Bakı Tenis Akademiyasından məsəl üçün danışsaq, Aquatic Palace-da bir dənədir qardaşım. Bir kortdur. Tələbat var axı buna. Mən bir kortda necə yer tapım istəyəndə? Yazıram yoxdur vaxt. Bakı Tenis Akademiyasına da 4 nəfər oynayır bunu, 2 nəfər. Bir də buna diqqətlə 2 nəfər oynayırıq biz əli ilə. Amma belə 4 nəfərlik idi əslində. Kort 4 nəfərlik idi. 2 nəfər də okeydir. 2 dəfə vaxt götürmüşəm. Təsəvvür elə ki, danışıram səndən. Sabah yox birisi gün Tərlan. Gəlirəm sənin kortunda oyun oynamağa saat 18:00-da məsəl üçün deyirəm. Birində deyirsən ki, yığırsan ki 17:00-dakı. Sən ləğv elədik, səhv olub, səndən əvvəl yazılan var imiş. 2 gün sonra deyirsən. Yedim. Hə, yedim. Üstündən sonra keçir bir 2 həftə, yenə yazılırıq ora. Bu dəfə də biz zəng edirik 2 dəqiqləşdirək, göz qorxu baxı. O da deyir, sizə unutduq deyək, sizə yenə də eyni məsələ olub. Bu dəfə daha ürəyimizi vurdu. Məsələ nədir? Tenis və paddle bir-birinə yaxın şeylərdir. Biraz daha çox mən elə düşünürəm ki, imkan sahibi müştərilərin oynadığı oyun növü olduğu üçün etiraz edə bilməyəcəklər müştəri gəlib və ard-arda 2 dəfə bizi rezervasiyamızı ləğv edirlər. Yəni belə şey olmaz axı. Məsuliyyətsizlik. Deməli nə olur? Xırda belə məqam danışacağam. Evə qayıdırıq, yerdə maşın yolun ortasında ölü pişik var. Saxladıq ki, olur da arada bir saxlayıb qırağa qoyuruq. Saxladıq maşını beləncə yaxınlaşan kimi pişik durdu. İndi qısa icmalı nəsə də yəni elə düşündün ki, nəsə moped ya da velosiped var. Çünki maşın təkəri boyda da ölərdi yoxsa. Apardıq bir dənə baytar. Orada bir moment yanında söhbət getdi. Söhbət nədir? Deməli hansısa baytar olub, veterinar olub da indi belə deyim. Veterinar deməli bunun əlində 4 dənə pişik ölüb. Bu normaldır. İndi həkimlərin də əlində adam ölür, amma bir aya 4 dənə pişik çoxdur da. Bir aya 4 dənə pişik çoxdur. 3 dənə pişikdə belə də etirazlar olmayıb, bir şey olmayıb. Deməli 4-cü pişik hansısa nazirin qızının pişiyi olub. Söhbət böyüyüb. Söhbət nədir? Bayaq dedi padelə gətirirəm. Yəni ki, pulun varsa sözün keçir. Bəli. Yəni ki, o da nəyə görədir? Bir dənə də moment var. Onun pulu var deyənə sözü keçir. Sən də öz hüquqlarını bilsən sözün keçəcək əslində. Razıyam. Sən sıxmaq üçün demirəm ha bunu. Buyur. 2 kəlmə daha belə sərt, daha sərt yox, daha diplomatik cavab versən, o nəinki sənə bundan sonra heç kimə o şey eləməyəcək və işində şey olacaq. Söhbət nədən gedir? Xoşum gəlmir kimsə şikayət eləməkdən, amma o söhbətə gəlib çıxar. Level atıcı görsən ki, şikayət eləmirik. Sən tək özün üçün yox, özündən sonraki adamlar üçün də bunu eləyirsən. Çünki mən o qızı, mənə bir nəfər olub da, bizdə də səhifə işlədirik, kimsə yazır, məsəl üçün yazdılar, nəsə cavab yazdım, yazdı ki, qardaş, bunu belə demə. Mən bunu tək onu yox, bundan sonra heç kimə bunu belə deməyim. Çünki xoşlanmırıq biz tənqidi. Razıyam. Amma kontrol eləməliyik tənqidi udmağı da. Bəli. Burada da həmçinin, yəni sən ona diplomatik şəkildə belə vursaydın,
bir iş gəlmir. Razıyam, mən kontaktda deyildim, əli kontaktda idi onunla. Amma istirahət məqsədli bir şeydir. Adam çox da belə şey eləmək istəmir ki. Əsas da istirahət məsələsində vəbşə cırnıyıram ki, istirahətə gəldində qardaş, niyə dilxor istəmə? Amma bunu çox diplomatik şəkildə bildirəndə nəinki sən başqa heç kim eləməyəcək və yaxud da lazımsa işçini dəyişsin qardaş. İşləyə bilmirsə dəyişməz. Xəbəri var, sən inanırsan ki, rəhbərliyin. Mən inanmıram ki, rəhbərliyin xəbəri var. O deyil də, məsəl üçün bəzi yerlər var. Bəlkə də kəlmə də heç bəlkə də o düzgün bir şey deyil. Məsəl üçün indi mən ad çəkmək düzgün. UCB var, məsəl üçün Coffee Bean. Bizə təqdim olunan tərəfi bilsən nədir? UCB-nin United Coffee Beans-in. Yəni sadəcə Radio Coffee açmışıq oranı. Coffee-nin təbliğatına görə açmışıq. İstərsəmiz mənim ayağım aparır ora. Bəli. Oradakı xoş münasibət, qrafiklərdə bir-birlərinə, yəni ki, problem yoxdur. Birdən rezerv eləyəsi olsan, inanmıram ki, orada bir problem olsun. Bir neçə filial var. Sadəcə adı, o slogan gedir. Kofeyə görə bunu eləyirlər deyənə, kofenin təbliğinə görə. Və orada bir neçə dənə aparatları var, nə bilim, soyuq 24 saat filtrasiya keçən səfərim Yapon yoxsa Kitay variantı belə şey var orada kofe. Yəni ki, bu o söz belə mənim ayağımdan aparır ora. Başa düşdün? Pula görə deyil. Yəni ki, o padeldə pula görə açıbsa, onun üçün fərqi yoxdur. Sən amma bir yerdən sonra klient yox, var, professional cəhətdən o müştəri itirir, məni itirib. Mən bir daha orada getməyəcəm. Və mən oradan bağlı xüsusi bir pozitiv rəy eşitməmişəm, oraya getməyəcəm. Yəni o sənin əvəzində elə bir ki, sən o xəyanət elədiyi adam var ya, sən kimlə sən xəyanət eləyib ha. Və həmin adam ora gəlməyəndə səni axtaracaq. Özü cırmağını axtaracaq. Məncə gec olacaq da, yəni ən azından mənim baxım. Sən konkret şey elədin. İncimişəm. Sadəcə pulunuz çoxdur deyir biri. Bu pardon, istirahət məsələsində deyil. Sadəcə pulunuz çoxdur. Allah ağzınızdan eşitsin. Mən 40 manat pulum olanda 38 manata pizza alıram. Az kopya edin. Bilmirəm nəyə yazıb. Fərqli mövzu seçində nə olar? Eyni adam yazır bunu. Başsa, tamam, məzər alınacaq. Biri yazıb ki, təsəlsül baş vermiş müfəssəl hədisdə intiqa baş verərsə. Ekspertin şeyi deyir. Bildim. O sözləri bilmirəm. Çox, mən də bilmirəm də, ona görə oxşatdım. Yo, bu bir dənə mem var idi, odur. Niyə fikirləşməliyəm ki, müqavilə bağlamışam şirkətlə, göstərdiyim xidmətə görə əmək haqqı alıram, istədiklərini 8-5-ə kimi tanıyıram. İş saatı məsələsini deyir ki, mən niyə iş vaxtı, işi fikir, bircə dəqiqə oxuyum, daha fikir dəqiqləşdirək. Deyir ki, niyə fikirləşməliyəm ki, müqavilə bağlamışam şirkətlə, göstərdiyim xidmətə görə əmək haqqı alıram. İstəkləri də 8-5-ə kimi tanıyıram ki, iş yoldaşlarımdır. 5-dən sonra işdəkiləri. 5-dən sonra nə iş, nə də ki, oradakılar mənə maraqlı deyil. Məncə bu düzgün deyil. Məncə insan həyatda nəticə işdə də olmalıdır. Təbii ki, bəzi etiketlər var, iş etiketləri, onları qorumaq şərti ilə. Biz özümüz olmalıyıq, o öz yerində, amma hərəyə qarşı da başqa bir kaburamız var da, qovur. Qovur. Hərəyə də, yəni hamıya qarşı da bir münasibətimiz olmalıdır və yaxud da hər hansı bir yerə uyğunda orada özümüzü məsələn ona uyğun aparmalı. Zaten mən evdəki kimi işdə apara bilmərəm, işdəki kimi evdə apara bilmərəm, amma insanlarla nə bilmək belə biraz bir radikal kommentə oxşuyur. Düzgün deyil, bəlkə bir agresiya ilə yazılan kommentə oxşuyur. Biraz relax. Problem səhər durub evdən çıxmaq deyil, özüm daxil çox insan sevmədiyi işdə çalışır. Bu köhnə podkastlarımızın illərindən biridir. İdris bəyin bəli, yəni elə eləyin ki, sevdiyiniz işə keçin. Başa düşürəm, çətinliklər var, maddi çətinliklər var. Amma məncə o çətinlik heç vaxt bitməyəcək, xərclər heç vaxt bitməyəcək. Həyat amma bir yerdə bitir. Ona görə məncə həyata, şəxsi həyata, zövqlərimizə önəm verməliyik. İşimizi də sevdiyimiz işi görməliyik. Uğur qazandıqdan sonra o səhvlər amma peşmançılıq hissi verir. Bu səhvlərdən öyrənmək məsələn var idi. Bir uğur qazandıqdan sonra o səhvlər peşmançılıq verir. Mən razı deyiləm. Mən əgər dərk eləyirəmsə ki, mənim uğurum o səhvlərdən keçib, o peşmançılıq artıq məncə bu adam izahım olan hər bir şey mənə peşmançılıq vermir. İzahını verə bilmədiyim şey mənim yerimdə qovurur ki, ayda mən bunu bilmirəm. İzah deyil qağa. Yəni əgər mən bilirəmsə o səhvin üstündən addımlayıb bura gəlmişəm, bu mənim üçün elə sərvətdir ki, mən o səhv eləmişəm, öyrənmişəm. Bilmirəm, bəlkə də nümunə düzgün deyil. Oğurluq səhv ola bilər, amma bir adamın buna izahı varsa, görsən onun ildə biraz düşür aşağı. Bəli. Bunu demək istəyirdim. Biri yazıb, mən kövrətdi biraz bu. Mən sizin podkastınızı dinləyəndə çox xoşbəxt oluram. Yəni
Sən fake profilə Mən yazmasan. yazmışam qardaşım. Yəni mən çox Nə qədər minus gələr bura. Nə istəyirlər ona baxırlar. Yarı qism məzə üçün baxır. Bu sən dediyin şey söhbətinə yazıb. Elgizin verilişi məsələsi. Nə oldu yalnız mən dediyim qardaş? Yarı qism məzə üçün baxır, yarısı bekarçılıqdan baxır, bir qism də baxmaq istəyir deyə baxır. Məncə insan məzə üçün də olsa, bekarçılıqdan da olsa baxdığı şeyə biraz diqqətli olmalıdır. Qardaş, mən bekarçılıqdan ancaq nəyə baxaram? Belə o bir dənə söz var ya, beyin orqazmı olduğum şeylərə baxaram. Əgər sən Elgizdən beyin orqazmı olacaqsansa, olmaz. O beyin o deyil. Ondan nə bilməyin. Olur, mən də elə şey var ki, məsəl üçün atıram elə bir yer var ki, baxıram ki, baxa-baxa da fikirləşirəm ki, bu o deyil, yavaş-yavaş atıram o nəyəsə baxandan sonra, biraz maariflənəndən sonra, 5 dəqiqə səninlə söhbət edəndən sonra gedirəm hər hansı bir həmişə playlistdə olan ya podkast deyim, ya veriliş deyim, ya mahnı deyim. Onu yavaş-yavaş çıxardırsan, özünü linç eləməlisən, hərdən. Özünü doğrudan da özünlə müharibədə olmalısan həmişə. Özünü, yəni deməlisən ki, məsəl üçün bu level deyil. Mən buna baxmalı deyiləm, məsəl üçün. Bəli. Yəni biz bilmirəm necə izah edeyim, primitiv şeylərdən qaçmalıyıq. Razıyam. Bir dənə söz vardı, narahat edən hər bir şeydən uzaqlaşmalıyıq. Bu okey. Bir də primitiv şeylərdən qaçmalıyıq. Razıyam, tam razıyam. Amma o sırası olmur. O durum kiməsə deyim ki, sən komedixanaya baxırsan, mən də baxmışam, mən də baxıram baxanda. Amma bəzən lazımdır ki, bu gülməli deyil. Məsəl üçün onu indi Nofel qəşəng izah eləyir də. Məsələn, Nofel bəy qəşəng izah eləyir ki, orada situasiya şeydir, məsəl üçün adam, sitcomdan əlavə orada kiminsə fiziki qüsur ilə mırtdaşırlar belə deyim. Yəni bu şeyləri biz yavaş-yavaş keçməliyik. Bunlara baxım. Yəni bunu özümüzdə müharibə aparmalıyıq. Qardaş, buna baxma da. Okey, Xəzər TV-nin nəyinə lazım ya? O baxış üçün deyir ki, orada nə edirsən elə güldür. Güldür. Sən də nə edirsən elə qardaş gülmə. Baxma. Siz özünüz kimsiniz ki, cəmiyyətlə bağlı, hər mövzu ilə bağlı mükəmməl fikir sahibsiniz? Məncə bu biz deyilik. Amma biz isə və fikir bildirməyi sanki özünüzə borc bilirsiniz. Bu biz isə Tərlan parket satır. Sən hansısa bir haqsızlığa göz yumursansa, sən elə borclusan. Yəni ən azından bayaq da Fərhad bəy dedi, mən bilirəm məsəl üçün də bu filan kəs düz danışır. Amma ola bilər ki, həyatda o deyil. Okey, bir qoy düz danışsın amma. Özü razıyam. Tətbiq eləməsi. Mən özüm bu dəqiqə durub burada çıxıb danışmalıyam ki, lazım olsa o söhbət bura gəldi, fırlandı, məsələn, siqaret çəkmək olmaz. Mən amma siqaret çəkirəm. Amma bilirik ki, olmaz. O mövzunu danışacaqdıq. Bilirik ki, olmaz da qardaş. İndi mənim burada bu sözü deməyim də düzgün deyil ki, bilirik olmaz amma mən çəkirəm. Bu da özü də təbliğdir. Yox, niyə ki? İndi o mövzunu danışan daha ətraflı danışarıq. Nofel yaxşı demişdi. Çıxdım deyir, həkimdə şeydir, siqaret yandırdı ki, cərrah siqaret yandırdı ki, şeydə yaxşı olacaq. Yəni cərrahın bunu həkimin bunu eləməyi şeydir. Deyir ki, elə deyənlər evini təmizləyəcək, ona yemək bişirəcək, paltarlarını yuyacaq və uşaqlarına baxacaq, potensial birini alır, sadəcə qoyur evdə. Hamıya aid deyil məncə o fikir. Üzr istəyirəm, hamıya aid deyil o fikir məncə. Yəni sadəcə bu sözün doğrudan da o həyat yoldaşı demək olduğunu bilən, fikirləşən insanlar var doğrudan da. Bu evdəkilər məsələsinə artıq çıxmaq istəyirəm. Biri yazıb ki, hələ biz böyüklərin yanında uşağımızı qucağımıza almamışıq deyənlər dəli olacam. Mən elə söz eşitməmişdim açığı ki. Var. Doğrudan yanında uşağımı qucağıma alım. Orada nə pis bir şey var ki. Biraz nə bilməyim. Buna şey yoxdur. Mən bir dəfə eşitdim. Mən ortada qalanda bu temalarda ortadayım deyəndə mən onu eləmirəm amma eləyəndə pis baxıram. Mən özüm o eləmirəm amma ki o söhbət eləyəndə pis baxıram da. Yəni ki qardaş bunu eləmirəm amma özüm də eləmirəm. Yaxşı bir hər ehtimala qarşı. Maraqlı nöqtədəyəm. Yəni ki qardaş ona söhbət deyirsən amma özüm də eləmirəm. Biri yazıb ən son cümləyə qədər dinləyən olmayıb deyəsən. Məncə ümumiyyətlə bizim yəni ümumiyyətlə bu düşündürücü maarifləndirici kontentləri insanlar sonaca qədər dinləməyi öyrənməyiblər. Ağladım. Bu özünü ağıllı hesab edib. Bəs bunlar. Mən də kitab oxumaq istəyirəm, amma necə kitabdan başlaya bilərəm? Məncə balaca kitablar, maksimum nazik, hətta 5-10 səhifəlik bir şey var. Ciddi deyirəm. Xırda hədəflərlə böyük hədəflərə çatmaq. Bəli. Balaca kitablar olur. Yəni kitabxanalara keçib mümkün qədər balaca zövqünə uyğun janrda bir şey seçə bilərsən. Belə, məncə kifayət qədər danışdıq. Məktəbdə orduya vaxtı sərbəst dərs olur deyə ona görə rahat. Bəli, bu sərbəst mövzumuz kommentlərə ithaf olundu və komment dedimi
Şərhlərə. Bütün veriliş bu komment edirsən. Heç bir kəlmə sənə söz dedim. Görüşərik Təlan. Görüşərik.